Bismillahirrahmanirrahim. Namaz və salam. Biri yerinə yetirilməsi vacib olan əməl, yəni namaz, digər isə yerinə yetirilməsi təkidlə tövsiyə olunan, müstəhəb olan əməl, yəni salam vermək. Biri bəndə ilə Allah arasında rabitə yaradan, bəndəni Allaha yönəldən olan namaz, digəri isə bəndələr arasında mehribançılıq, dostluq, səmimiyyət yaradan olan əməl, salam vermək. Bu iki əməl arasında, yəni namaz və salam arasında diqqət edəcəyimiz, diqqət ediləsi bir məqam var ki, çox vaxt biz buna diqqət etmirik. Məsələ nədir? Məsələ bundan ibarətdir ki, namaz qılana salam vermək. Bəli, namaz qılana salam vermək fiqhi hökmlərdə var ki, məkruhdur, bəyənilmir. Yəni bir insan namaz halındadırsa, məkanından asılı olmayaraq məsciddə və ya evdə namaz qılırsa, ona salam vermək məkruhdur. Bu haqda çoxlu hədislər nəql olunur. Hədislərin birində İmam Cəfər-i Sadiq əleyhissalam belə buyurur: İzə dəxəltəl məscidə vəl qavmu yusallunə fəla tusallim aleyhim və sallim alən-nəbiyyə sallallahu aleyhi və aleyh thumma əqbil salati. Deyir, sizlərdən biri məscidə daxil olduğun zaman görürsünüz ki, bir dəstə insan namaz qılır. İmamın bizə tövsiyəsi budur ki, onlara salam verməyin. Sadəcə olaraq məscidə daxil olduğunuz zaman bu haldan üzləşsəz, İmam buyurur ki, Peyğəmbər və onun əhl-i beytinə salam verin, salavat deyin. Sonra gedin öz namazınıza başlayın. Və izə dəxəltə ələ qavmin culusin yətəhəddəthunə fəsallim aleyhim. Amma məscidə daxil olduğunuz zaman görürsünüz ki, məsciddə olanlar ancaq oturublar, söhbət edirlər, bəs bu zaman onlara salam ver. Bu və bu qəbildən olan hədislərdən belə nəticə əldə edirik. Birinci, əgər bir şəxs məscidə daxil olarsa, bir dəstə insan namaz qılır və bir dəstə insan söhbət edir. Bu zaman o şəxs məscidə daxil olduğu zaman salam verməsin, Peyğəmbər və onun əhl-i beytinə salam versin və namaz qılmayanlara yaxınlaşdıqda isə onlara salam versin. İkinci, əgər bir insan məscidə daxil olarsa, məsciddə olanların hamısı namaz halındadırsa, yenə də bu şəxs gərək onlara salam verməsin və Peyğəmbər və onun əhl-i beytinə salam göndərsin. Üçüncü, əgər bir şəxs məscidə daxil olarsa və məsciddə olanların hamısı qeyri-namaz halındadırsa, bəli, bu şəxs eləyə bilər məscidə daxil olduğu zaman normal səslə, yəni uca yox, yəni normal səslə məsciddə olanlara salam versin. Bəs indi nəticədə belə bir sual da yaranır ki, indi bir insan məscidə daxil oldu və ya qeyri-məsciddə bir namaz qılana salam verərsə, bu zaman namaz qılanın vəzifəsi nədir? Namaz qılan nə etməlidir? İnşallah bu sualın cavabına növbəti videoda cavab verərik. Əssalamu aleykum və rəhmətullah və bərəkət.